Görkəmli Azərbaycan bəstəkarı, SSR xalq artisti, sosialist əməyi qəhrəmanı Fikrət Məşədi Cəmiloğlu Əmirov 1922-ci il noyabrın 22-sində Gəncə şəhərində anadan olub. İndiki Bakı Musiqi Akademiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin və Boris Zeydmanın sinifində oxuyub. 1942-43-cü illərdə Gəncə Filarmoniyasının və 1947-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1956-59-cu illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb. SSR Bəstəkarlar İttifaqının katibi seçilib. Səhnə musiqisi sahəsindəki fəaliyyətinə ürək çalanlar və gözün aydın operettaları ilə başlayan Fikrətin ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı Nizami simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorları Rojdestvensky, Abendroth, Münch və Stokolovskinin dirijorluğu ilə ifa olunub. 1948-ci ildə Şur və Kürdovşarı simfonik muğamlarını yazıb. Bu simfonik muğamlar Bolqarıstanın, Belçikanın, Fransanın, ABŞ-ın konsert salonlarında səsləndirilib. Fransanın Disk Musiqi jurnalında bəstəkarın simfonik muğam yaradıcılığına yüksək qiymət verilmişdir. Şur muğamında musiqi sənətinin bütün böyük əsərlərinə xas əzamət və həqiqət vardır. Sovetskaya Muzika jurnalında yer alan Sovet musiqisi Fransa və Belçikada məqaləsində qeyd olunurdu ki, Fikrət Əmirovun Şur simfonik muğamı bu ölkələrdə yüksək qiymət almışdır. New York Times qəzeti isə ABŞ-da Şur simfonik muğamının yazıldığı qramofon valının buraxılmasını xəbər verirdi. 1950-ci ildə 4 hissəli Azərbaycan simfonik suitasını bəstələyən Fikrət Əmirov, onun ardınca müasir mövzuda milli musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan Sevil operasını yazır. Bu operaya 1953-cü il oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ictimai bağış keçirilir. 1965-ci ildə Fikrət Əmirov SSR xalq artisti adına layiq görülür. Bəstəkarın geniş çeşidli yaradıcılığında vokal janrının da özünə məxsus yeri var. O, 3 romans və müxtəlif janrda 25-dən artıq mahnının müəllifidir. 70-ci illərdə Nəsimi vokal xoreografik poemasını, simfonik orkestr üçün Azərbaycan qravürlərini, Gülüstan Bayat-Şiraz simfonik muğamını, Min bir gecə nağılları əsasında eyni adlı balet yazır. Fikrət Əmirov 1984-cü il fevralın 20-sində Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub. 71 nömrəli məktəbin 8D sinifində Fikrət Əmirovun həyat və yaradıcılığına aid təşkilat saatı keçirilib.